1999-cu il qəbul imtahanlarında birinci qruplar üçün istifadə olunmuş test suallarının izahına baxaq. A variantından birinci sual. Tarlanı 10 günə şumlamaq üçün 6 traktor lazımdır. Həmin tarlanı 6 günə şumlamaq üçün neçə traktor lazımdır? Demək, 10 günə 6 traktor lazımdır, 6 günə isə x traktor lazımdır. Burada asıllıq tərs mütənasib asıllıq olduğundan cəmiyyətləri qarşı-qarşıya vuracağıq. Deməli, 6x bərabərdir 10 vurulsun 6. Buradan 6'lar ixtisar getsə, x bərabərdir 10 alınar. Demək, doğru cavabımız A variantı oldu. İkinci sual. Paralel köçürmədə x' bərabərdir x çıxılsın 3, y' bərabərdir y üstəgəl 1 düsturları ilə verilmişdir. Paralel köçürmədə 2, 1 nöqtəsi hansı nöqtəyə çevrilər? Deməli, 2, 1 nöqtəsi verilibsə, 2x-in, 1 isə y-in koordinatı olar. Yerinə yazsaq, x' bərabərdir 2 çıxılsın 3, yəni bərabərdir -1. Y' bərabərdir y üstəgəl 1, yəni 1 üstəgəl 1 bərabərdir 2 olar. X', y' nöqtəsi bərabər oldu -1, 2 nöqtəsinə. Doğru cavabımız B variantı oldu. Üçüncü sual. -0,3, 5x çıxılsın 2 böyükdür 0. Bərabərsizliyinin ən böyük tam həllini tapın. Hər tərəfi -0,3-ə bölsək, mənfi ədədə bölürük deyənə 5x çıxılsın 2 kiçikdir 0 olar. 2-ni sağ tərəfə keçirsək 5x kiçikdir 2, x kiçikdir 2 bölünsün 5 və yaxud da ki x kiçikdir 0,4 yaza bilərik. 0,4-dən kiçik ən böyük tam ədəd 0-a bərabərdir. Doğru cavab A variantı oldu. Dördüncü sual. İfadənin qiymətini hesablayın. 3 vurulsun kök altında 32 çıxılsın 4 vurulsun kök altında 18 vurulsun kök altında 2. Mütərizəni vurub açsaq, 3 vurulsun kök altında 32 vurulsun kök altında 2 çıxılsın 4 vurulsun kök altında 18 vurulsun kök altında 2. Bu da bərabərdir. 3 vurulsun kök altında 64 çıxılsın 4 vurulsun kök altında 36 bərabərdir. 3 vurulsun 64-dən 8 çıxar. 4 vurulsun 36-dan isə 6 çıxar. 3 dəfə 8 24 çıxılsın 4 dəfə 6 24 bərabərdir 0 olar. Doğru cavab Y variantı. 5-ci sual. Üçbucağın sahəsi 8 kvadrat santimetrdir. Onun tərəflərinin ortalarını birləşdirən parçaların əmələ gətirdiyi üçbucağın sahəsini tapın. Üçbucağın orta xətlərini birləşdirməklə alınan yeni üçbucaq, üçbucağın sahəsinin 1/4 hissəsini təşkil edir. Burada ştrixlənmiş hissəni götürsək, ümumi üçbucağın 1/4 hissəsinə bərabərdir. Bu da olacaq 1/4 vurulsun 8 bərabərdir 2. Doğru cavabımız B variantı olar. 6-cı sual. Üçbucağın tərəfləri 10, 10 və 8 cm-dir. Onun sahəsini tapın. Bərabər yanlı üçbucaqdır. Yan tərəfləri 10 cm-dir. Oturacağı 8 cm-dir. Hündürlüyü endirdik. Hündürlüyü endirsək, bura 4 cm olar. Onda hündürlüyü təyin edə bilərik. Çünki bərabər yanlı üçbucaqda median hündürlüyü vətən bölən üst-üstə düşür. Qarşı tərəf 4 və 4 cm-lik hissələrə bölündü. Hündürlüyü Pifaqor teoreminə görə tapsaq, 10-un kvadratı çıxılsın 4-ün kvadratı bərabərdir kök altında 100 çıxılsın 16 84 edər. Hündürlüyü təyin etdi. Üçbucağın sahəsi S bərabərdir A vurulsun H bölünsün 2 düsturu ilə də tapıla bilər ki, buradan da A-sı 8, H-ı isə kök altında 84-dür, bölünsün 2-dir. 2 ilə 8-i ixtisar aparsaq, 4 vurulsun kök altında 84, o da bərabərdir. 4 vurulsun kök altında 84'ü 4 vurulsun 21 kimi yazsaq, bu da bərabərdir 4 vurulsun 2 kök altında 21, yəni 8 kök altında 21 alınır. Doğru cavabımız D variantı oldu. Eyni zamanda 3 tərəfi verildiyi üçün bu üçbucağın sahəsini Heron düsturu ilə də hesablaya bilərik. 7-ci sual.
Çevrənin mərkəzindən 11 sm məsafədə olan M nöqtəsindən çevrənin MA kəsəni elə çəkilmişdir ki, o çevrə ilə yarıya bölünür. MB bərabərdir BA. Əgər çevrənin radiusu 7 sm olarsa, MA kəsəninin uzunluğunu tapın. Bizə verilən məlumatlara görə OB məsafəsi 11 sm-dir, OS radiusu isə 7-yə bərabərdir. Bu zaman OD də 7-yə bərabər olar ki, MD-nin 4 sm olduğunu təyin etmiş olarıq. Əgər MB-yə bir x desək, onda MA məsafəsi 2x-ə bərabər olar ki, bizə lazım olan və təyin olunmalı məsafə 2x məsafəsidir. Kəsənin xassəsinə görə MD vurulsun MC bərabərdir MB vurulsun MA olar. Qiymətləri yerinə yazsaq, MD 4-dür, MC isə 18-ə bərabərdir. MB, yəni x vurulsun MA 2x-dir. Demək, 4-ü 18-ə vursaq, ya da 2 ilə 4-ü ixtisar apardıq, burada 1, burada 2 qaldı. 36 bərabərdir x kvadratı oldu ki, buradan da x bərabər oldu 6-ya. X-i 6 olaraq təyin etdik. Bizə MA məsafəsi lazımdır deyənə, bu da 2x-dir. 2 vurulsun 6 bərabərdir 12 olar. Doğru cavab B variantı. 8-ci sual. Diaqonalı 9, hündürlüyü kökaltda 5 olan düzbucaqlı paralelipipedin oturacağı kvadratdır. Yan üzünün diaqonalını tapın. Şərtə uyğun şəkil təsvir etsək. Deməli, diaqonalı 9 sm-dir, hündürlüyü isə kök altında 5-dir. Yan üzünün diaqonalını tapmaq lazımdır. Oturacaq da kvadrat olduğundan, əgər bura bir A demiş olsaq, bura A kök altında 2 olar. Pifaqor teoreminə görə A kök altında 2-nin kvadratı üstə gəlinsin kök altında 5-in kvadratı bərabərdir 9-un kvadratıdır. A kvadratı vurulsun 2, üstə gəlinsin 5 bərabərdir 81, 2A kvadratı bərabərdir 76, A kvadratı bərabərdir 38 olar. Deməli, A-nı təyin etdik ki, A kök altında 38-ə bərabərdir. Bizə isə yan üzün diaqonalı lazımdır deyənə, yan üzün diaqonalını təyin etmək üçün A kök altında 38-dir. Bura kök altında 38-dir. Hündürlüyü isə kök altında 5-ə bərabərdir. Və bu zaman bu yan üzün diaqonalını tapmaq üçün yenidən bura bir x deyib Pifaqor teoremini tətbiq edə bilərik ki, x kvadratı bərabərdir kök altında 5-in kvadratı, üstə gəlinsin kök altında 38-in kvadratıdır. Bu da bərabərdir 5 üstə gəl 38 bərabərdir 43-dür. X kvadratı 43-ə bərabərdirsə, x bərabərdir kök altında 43 alaraq doğru cavab C variantı olar. 9-cu sual. Vuruqları ayırın. 81 x kvadratı çıxılsın x üstü 4. X kvadratını mötərizə xaricinə çıxartsaq, 81 çıxılsın x kvadrat alınar. Bu da bərabərdir. X kvadratı vurulsun 9-un kvadratı çıxılsın x-in kvadratı. Bu da bərabərdir. X kvadratı vurulsun 9 çıxılsın x, 9 üstə gəl x. Doğru cavab D variantı oldu 9-cu sualda. 10-cu sual. Y bərabərdir kök altında x və y bərabərdir 2/1 x xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Əyri xətli trapesiyanın sahəsini tapmaq üçün integral A-dan B-yə fx dx düsturundan istifadə etməliyik. Buradan əvvəlcə sərhədləri müəyyən edək. Sərhədlər funksiyaların kəsişmə nöqtələridir. Bunun üçün kök altında x və 2/1 funksiyalarını bir-birinə bərabərləşdirdik. Hər tərəfini 2-yə vursaq, 2 kök altında x bərabərdir x. Sol tərəfə keçirsək, x çıxılsın 2 kök altında x bərabərdir 0. Kök altında x, mötərizə xaricinə çıxarsaq, kök altında x çıxılsın 2 bərabərdir 0. Hasilin 0 olma şərtinə görə vuruqlardan heç olmasa biri 0-a bərabər olmalıdır. X bərabərdir 0, kök altında x çıxılsın 2 bərabərdir 0-dan da kök altında x bərabərdir 2, x də bərabərdir 4 olar. Deməli, sərhədlər 0-dan 4-ə qədər olacaq. Bu zaman S bərabərdir integral 0-dan 4-ə qədər
Kök altında x çıxılsın 2'də 1 x dx alarıq. Bu da bərabərdir. İntegral 0-dan 4'ə kimi x-i x üstü 2'də 1 şəklində yazsaq, çıxılsın 2'də 1 x dx olar. Bu da bərabərdir. X-in integralı olacaq x üstü 2'də 3 bölünsün 2'də 3'dür. Bu da olacaq məxrəcində 3, qarşısında isə 2 çıxılsın 2'də 1 x-in integralı isə x kvadratı bölünsün 2, sərhədləri isə 0-dan 4'ə kimi. Bu da bərabərdir. 4'ü yerinə yazsaq, 3'də 2 vurulsun 4 üstü 2'də 3 çıxılsın 2'də 1 vurulsun 2, bu da 4'ün kvadratı. 0 qiymətin yerinə qoysaq onsuz da 0 alınır deyənə o hissəni yazmadıq. Bərabərdir. Məxrəcində 3, 2 vurulsun. 4 üstü 2'də 3 bizə 8'i verər. Çıxılsın. Məxrəcə 4 yazdıq. 2 vurulsun 2. 4'ün də kvadratı 16. Bərabərdir. 3'də 16 çıxılsın 4. Bu da bərabərdir. 3'də 16 çıxılsın. 4'ü 3'də 12 yazdıq. Bu da bərabərdir. 3'də 4 olar. Doğru cavabımız 1/3'də 1. Yəni A variantı olar. 11-ci sual. A və B vektorlarının skalyar hasilini tapın. Koordinatları ilə verilmiş vektorların skalyar hasili onların uyğun komponentlərinin hasilinin cəminə bərabərdir. 4 vurulsun 5 üstəgəl. -3 vurulsun -2 üstəgəlinsin 1 vurulsun -3 bərabərdir. 20 üstəgəlinsin 6 çıxılsın 3 bərabərdir 23 olar. Doğru cavab C variantı. 12-ci sual. Şəkildəki 5 bucaqlının perimetri hansı düsturla hesablanır? Perimetr bütün tərəflərin cəmidir. Buradan başlayırıq. 2x üstəgəlinsin y üstəgəlinsin 3y üstəgəlinsin 2y üstəgəlinsin x. X-ləri bir qruplaşdırsaq 3x, y-ləri bir qruplaşdırsaq üstəgəlinsin 6y olar. Deməli 3x üstəgəl 6y doğru cavab B variantı olar. 13-cü sual. Hesablayın. Sinus 115 vurulsun kosinus 55 çıxılsın sinus 55 vurulsun kosinus 115. Deməli sinus alfa vurulsun kosinus beta çıxılsın sinus beta vurulsun kosinus alfa. Bu bizə verir sinus alfa minus beta düsturunu. Bu da bərabərdir. Sinus 115 çıxılsın 55. Bu da bərabərdir. Sinus 60. Sinus 60 dərəcədə də kök altı 3 bölünsün 2 qiymətini alar. Doğru cavabımız C variantı. 14 nömrəli sual. Hesablayın. 7/5'də 1. Bunu yazırıq. 7/5 ilə 7 ortaq məxrəc 35'dir deyənə 35'də 7 çıxılsın 5/35'də 5 bölünsün 1/35'də 1. Bu da bərabərdir. 7'dən 5'i çıxsaq 2/35'də 2 bölünsün 1/35'də 1. Qarşı qədərləri bölmək üçün onları düzgün olmayan kəsrə çevirmək lazımdır. 35'də 72 bölünsün 35'də 36. Bölmə tərsinə vurmadı deyənə 35'də 72 vurulsun 36'da 35. 35'lər getdi. 72'ni 36'ya bölsək 2 alınar. Doğru cavab D variantı. 15-ci sual. A nöqtəsindən müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirən və uzunluğu kök altında 6 cm olan AC maili çəkilmişdir. A nöqtəsindən müstəviyə qədər olan məsafəni tapın. Bu müstəvidə olan bir düz xətt olsa, A nöqtəsindən müstəviyə uzunluğu kök altında 6 olan mail çəkilir və müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Bu zaman müstəviyə qədər olan məsafəni tapmalıyıq. Buna bir x desək, buradakı bucaqda 45 dərəcə olar və düz bucaqlı bərabəryanlı 3 bucaq alındı. Bərabəryanlı düz bucaqlı 3 bucağın da katetinin kök altında 2 misli hipotenuza bərabərdir. Bu da kök altında 6'dır. Buradan da x bərabərdir. Kök altında 6 bölünsün. Kök altında 2 bərabərdir. Kök altında 3 olar. Doğru cavab C variantı. 16-cı sual.
Funksiyanın törəməsini tapın. Y bərabərdir x kvadratı vurulsun y üstü x. Hasilin törəməsi kimi baxacağıq. Y ştrix bərabərdir. X kvadratının törəməsi vurulsun y üstü x. Üstə gəlinsin x kvadratı vurulsun y üstü x-in törəməsi. Bu da bərabərdir. X kvadratının törəməsi 2x vurulsun y üstü x. Üstə gəl x kvadratı y üstü x-in törəməsi ilə y üstü x oldu. Y üstü x-i çıxarsaq mötərizə xaricinə 2x üstə gəl x kvadratı alarıq. Doğru cavab D variantı oldu. 17-ci sual. Hesablayın. 33 üstü 4. 33'ü yazırıq. 3 vurulsun 11 üstündə 4 vurulsun. 27'ni yazırıq. 3 üstü 3 üstü 4 bölünsün. 121 11 üstü 2 üstü 2'dir. 9 isə 3 üstü 2 üstü 6'dır. Bərabərdir. 3 üstü 4 vurulsun 11 üstü 4 vurulsun 3 üstü qüvvətin qüvvəti qüvvətlərin hasilidir. Bu da oldu 11 üstü 4 vurulsun 3 üstü 12. 3 üstü 12 3 üstü 12 getdi. 11 üstü 4 11 üstü 4 getdi. Yekun nəticə 3 üstü 4 yəni 81 olar. Doğru cavab Y variantı. 18-ci sual. Tənliyi həll edin. 5 sinus x çıxılsın sinus üstü 5x bərabərdir 0. Sinusu çıxartdıq mötərizə xaricinə. Sinus x 5 çıxılsın sinus üstü 4x bərabərdir 0. Sinus x bərabərdir 0. Hasilin 0 olma şərtindən. Digər tərəfdən 5 çıxılsın sinus üstü 4x bərabərdir 0. Buradan da sinus üstü 4x bərabərdir 5. Bu boş çoxluqdur. Sinusun qiymətlər çoxluğu -1, -1 aralığındadır. Sinus x bərabərdir 0 tənliyini əldə etsək. Bu isə xüsusi həldir. Sinusun 0 qiymətlərini aldığı nöqtələr pi, k nöqtələridir. Doğru cavabımız A variantı olar. 19-cu sual. D8B nöqtəsi B-nin hansı qiymətində y bərabərdir kök altında 25 üstə gəl 3x funksiyasının qrafiki üzərindədir. Deməli, x-in koordinatı 8-ə, y-in koordinatı isə b-yə bərabərdir. Yerinə yazsaq, b bərabərdir kök altında 25 üstə gəlinsin 3 vurulsun 8. Buradan da b bərabərdir kök altında 25 üstə gəl 24. B bərabərdir kök altında 49, o da bərabərdir 7 olar. Doğru cavab Y variantı oldu. 20-ci sual. Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 3600, perimetri isə 220 cm-dir. Bu çoxbucaqlının tərəfini tapın. Daxili bucaqların cəmi 180 vurulsun, n çıxılsın 2 düsturu ilə hesablanır və bu 3600-ə bərabərdir. Buradan sıfırları ixtisar aparsaq, n çıxılsın 2 bərabərdir 20 alınar ki, n bərabərdir 22 olar. Deməli, düzgün 22 bucaqlıdan söhbət gedir. Onun perimetri tərəfin A ilə işarə eləsək 22A-ya bərabər olar ki, bu da 220 cm-dir. Buradan da A-nı təyin eləyərik ki, 10 cm-ə bərabərdir. Deməli, düzgün çoxbucaqlının bir tərəfi 10 cm-dir. Doğru cavabımız C variantı. 21. Həndəsi silsilədə B4 kök altında 2 olarsa, ilk 7 həddin hasilini tapın. B1 vurulsun B2, vurulsun B3, vurulsun B4, B5, B6 və B7 hasilini tapmaq lazımdır. B4'ü yazdıq verildiyi üçün. B3 və B5'in hasili bizə B4'ün kvadratını verər. B2 və B6'nın hasili də bizə B4'ün üstü 2'ni verər. B1 və B7'nin də hasili bizə B4'ün kvadratını verir. B4'ün qiyməti kök altında 2'dir. Kök altında 2 vurulsun. Kök altında 2'nin kvadratı 2 vurulsun. Kök altında 2'nin kvadratı 2. Kök altında 2'nin kvadratı 2. 2 vurulsun 2 vurulsun 2. Bu da 8 kök altında 2 eder. Doğru cevabımız B variantı oldu. 22-ci sual. 4'ə bölünən neçə 2 rəqəmli ədəd var? 4'ə bölünən 2 rəqəmli ədədlər 12-dən başlayıb 96'ya qədər davam edir. Deməli, A1 bərabərdir 12, AN bərabərdir 96'dır.
Ədədi silsilə kimi baxsaq, D-si də 4-ə bərabərdir. Buradan n-i təyin etməliyik. A-n bərabərdir A1 üstəgəlinsin n çıxılsın 1 vurulsun D düsturuna görə 96 bərabərdir 12 üstəgəlinsin n çıxılsın 1 vurulsun 4 alarıq. Buradan da n çıxılsın 1 vurulsun 4 bərabərdir. 96-dan 12-ni çıxdıq 84. N çıxılsın 1 bərabərdir. 84-ü 4-ə bölsək 21. Buradan da n bərabərdir 22 olar. Doğru cavabımız A variantı oldu. 23-cü sual. Tənliyi həll edin. Deməli, belə yazırıq. LCX üstəgəlinsin LC x üstü 2-də 1 üstəgəlinsin LC x üstü 4-də 1 üstəgəl LC x üstü 8-də 1 üstəgəl bərabərdir 2-dir. Buradan 2-də 1 qarşıya 2-də 1 kimi gələcək. 4-də 1 qarşıya 4-də 1 kimi gələcək. Alarıq LCX üstəgəl 2-də 1 LCX üstəgəl 4-də 1 LCX üstəgəlinsin 8-də 1 LCX üstəgəlinsin nöqtələr bərabərdir 2-dir. LCX-i çıxartdıq mötərizə xaricinə. 1 üstəgəl 2-də 1 üstəgəl 4-də 1 üstəgəl bərabərdir 2-dir. Bu sonsuz azalan həndəsi silsilənin cəmidir. S bərabərdir B1 bölünsün 1 minus Q şəklində hesablanar. B1-imiz 1-ə bərabərdir. 1 minus Q-müz də 2-də 1-ə bərabərdir. Bu da bərabərdir 1 bölünsün 2-də 1, yəni 2 alınır. Bir sözlə LCX burada mötərizənin daxilində olan ifadənin yerinə bütövlükdə 2 yaza bilərik ki, bu da 2-yə bərabərdir. 2-lər ixtisar olunsa, LCX bərabərdir 1 olduğunu alarıq ki, buradan da x bərabərdir. Loqaritma 10 əsasından deməkdir deyənə 10 üstü 1, yəni 10 olar. Doğru cavabımız D variantı oldu. 24-cü sual. Hesablayın. Kosinus 150 çıxılsın 5 sinus 300 bölünsün tangens 240. Kosinus 150 üçün yazacağıq ki, kosinus 180 çıxılsın 30 çıxılsın 5 vurulsun. Sinus 300 üçün yazırıq. Sinus 360 çıxılsın 60 bölünsün. Tangens 240 üçün yazırıq. 180 üstəgəlinsin 60 bərabərdir. 180-dən 30 çıxdıq. İkinci rüb. İkinci rübdə kosinusun işarəsi mənfi. 180-də ad dəyişmir. Oldu kosinus 30 çıxılsın 5 vurulsun. Sinus 360-da ad dəyişmir. Amma 4-cü rübə düşdüyündən işarə olacaq mənfi. Mənfini qarşıya gətirdik. 5 oldu müsbət. Vurulsun sinus 60. Məxrəcdə isə var tangens 180 üstəgəlinsin 60. Bu 3-cü rübə düşür. 3-cü rübdə tangensin işarəsi müsbətdir. 180 olduğundan ad dəyişmir. Tangens 60 dərəcə bərabərdir. Mənfi kosinus 30 dərəcədə alır. Kök altında 3 bölünsün 2 üstəgəlinsin. Sinus 60 dərəcədə alır. Kök altında 3 bölünsün 2. 5 mislidir deyənə 5 kök altında 3 bölünsün 2. Tangens 60 dərəcədə isə kök altında 3 qiymətini alır. Deməli, kəsirin surətində aldıq. 2-də 4 kök altında 3, bir də bölünsün, 1 bölünsün, kök altında 3 var. Bunlar ixtisar getsə 4 bölünsün 2, bərabərdir 2 olduğunu alarıq. Doğru cavab Y bəndi. 25-ci sual. Sadələşdirin. A kvadratı çıx 9. 9-u 3-ün kvadratı kimi nəzərə alsaq, A çıxılsın 3, A üstəgəlinsin 3. Məxrəcdən isə 3-ü mötərizə xaricinə çıxartsaq, A çıxılsın 3 olduğunu alarıq. A 3-dən fərqli qiymətlər üçün A çıxılsın 3-lər ixtisar olundu. A üstəgəl 3 bölünsün 3 aldıq. Doğru cavab A variantı oldu. 26-cı sual. Hesablayın. 3 üstündə 1 çıxılsın loqaritma 3 əsasından 6 bərabərdir. 3 üstündə 1-in yerinə yazdıq. Loqaritma 3 əsasından 3 çıxılsın loqaritma 3 əsasından 6. Çıxmanı bölmə kimi göstərə bilirik. Yəni 3 üstündə loqaritma 3 əsasından 3 bölünsün 6. 3 əsasından loqaritma
olduğundan buradakı 3'ləri ixtisar apardıq. Yekun nəticəmiz 3 bölünsün 6 və yaxud 1 bölünsün 2 alındı. Doğru cavabımız Y variantı oldu. 27-ci sual. İfadəni sadələşdirin. Birinci modulun daxilinə baxırıq, mənfi işarədir. İkinci modulun daxili isə müsbət işarədir. Əgər modulun daxili mənfidirsə, onda əksi, yəni kök altında 10 çıxılsın 3. Modulun daxili müsbətdirsə, özü, yəni kök altında 10 çıxılsın 3 alınar. 2 kök altında 10 çıxılsın 6 ifadəsinin olar doğru cavab. Bu da D variantıdır. 28-ci sual. Kürənin səthinin sahəsi 36 pi kvadrat santimetrdir. Onun həcmini tapın. Kürənin səthinin sahəsi 4 pi r kvadratı. Bu da bərabərdir 36 pi'dir. Buradan pi'lər ixtisar getsə, r kvadratı bərabərdir 9 alarıq ki, r bərabərdir 3 olar. Kürənin həcmini tapın. V bərabərdir 3'də 4 pi r kubu. Bu da bərabərdir 3'də 4 pi r kubunun yerinə yazırıq 3'ün kubu. Bu da bərabərdir 3'də 4 pi vurulsun 27. 27 ilə 3'ü ixtisar aparsaq 9. 9 dəfə 4 36 pi alınar. Doğru cavab C variantı olar. 29-cu sual. Tənliklər sistemindən x, y hasilini tapın. İkinci tənliyin hər tərəfini 2'yə vursaq x üstəgəl 2y bərabərdir 4. 6x çıxılsın 2y bərabərdir 10. Tərəf-tərəfə toplasaq 7x, y'lər islah olundu, bərabərdir 14, x bərabərdir 2'dir. X-in 2 qiymətini birinci tənlikdə yerinə yazsaq, 2 üstəgəl 2y bərabərdir 4, 2y bərabərdir 2, y də bərabərdir 1 olduğunu alarıq. X vurulsun y hasilini soruşur, 2 vurulsun 1 bərabərdir 2, doğru cavab B variantı olar. 30-cu sual. Tənliyi həll edin. 3 çıxılsın kök altında x üstəgəl 6 bərabərdir 5. 3'ü sağ tərəfə keçirsək, mənfi kök altında x üstəgəl 6 bərabərdir 5 çıxılsın 3. Mənfi kök altında x üstəgəlinsin 6 bərabərdir 2. Hər tərəfi mənfiyə vursaq x üstəgəl 6'nın kvadrat kökü bərabərdir mənfi 2. Kvadrat kök hesabı kvadrat kökün xassəsinə görə mənfi ola bilməz deyənə burada cavab boş çoxluq olar. Doğru cavab Y variantı.